Mübariz əvvəllər mən onu açığı düz danışan insan kimi tanıyırdım. Sonra baxdım, gördüm əvvəla kişi xeylağı biz olanı danışmaz, nəinki olmayanı. Bu olanı qoyub kənara olmayanı danışır. Mən də burada canlılaşdım, yadınızdadır da, səsini sizə eşitdirdim. Milli şou sizə lazımdırsa, sizə də göndərə bilərəm. Özünə bildirdim, dedim, bax, cəmaat səni eşidir. O şey danışıb yalandan ki, güya bir xanım Galinvagen alırmış. Bir də şeylərə qayıtmayayım. O da etiraf elədi ki, mən səni demirdim. Dedim, ikinci elə bir adam olmayıb ki, efirdə ona Galinvagen gətirilsin ora. Onu da Tolikin verilişində olub, buradan salamlayıram əzizimizi, Toliki. Tolik etdi, onun ideyası idi, heç mənim xəbərim yoxdur. Tolik düz danışan insandır. Əgər mənim xəbərim var idisə, Tolik baxın, çıxıb açıqlama verəcək ki, bəli, bu nə olursa Tolik düzün deyir. Allah'ın da olsun xəbərim yoxdur. Mənim öz aldığım maşını məndən xəbərsiz Xəzər televiziyasının həyətinə gətirmişdilər. Şoudur, şou yaradıb, yaxşı eləyib. Şou nə deməkdir? Bəli. Mənim rəfiqəm tərəfdən Tolikə bildirilib ki, afət maşını olub filan yerdə. Onu da göydə Allah bilirdi, bir də mənim rəfiqəm bilirdi. Nəysə, o məsələlərə dönmürəm, nəyə gətirirəm sözü. Yəni, Mübariz kim idi ki, getsin məndən ötürü kiməsə ağız açsın. Yəni, mənə biraz təhqirdir. Yenə bunu manaf desə dərd yarıdır, haradasa manafa uyğun hərəkətdir, haradasa ki, manafa görə 50 min jest eləyərlər də yeri gəlsə. Mübarizə uyğun deyil, axı jest. Mübarizin üzrü qəbahətindən betər, deyir o, üzrü qəbahətindən betər idi. Çoxlu səslər atıb mənə ki, burada telefondadır ki, mən sənin adını çəkmirəm ki, sən niyə deyirsən? Mən də deyirəm, mən də ad çəkməyib deyirəm ki, bir sazı göydə oynadan aşıq var, janglyorluq eləyir toyda. Sazını əlindən alıb, dalına da bir təpik vurublar. Üzr istəsə də, istəməsə də, onun üzrü də mənə lazım deyil. İnsan yaxşılığı da itirməz. Onu insult idi, infarkt idi, bilmirəm. Gecə ilə qaçıb xəstəxanaya gedən mən idim. Getdim, gördüm, heç kimdə yoxdur. Pandemiyada da çətin dövr. Bilməm, pandemiya idi yoxsa nə idisə, ümumiyyətlə çərə adam buraxmırdılar. Deyəsən, pandemiya idi 5 il əvvəl. Mən bir zülümlə, bir şeylə bunun yanına girdim. Yəni necə, tam çəri yox. Koridora girdim, orada da qardaşı oradaydı. Dedim, nə maddi, mənəvi, nə kömək varsa buradayım. Mübariz üzr istəsə kimə lazımdır, üzr istəməsə kimə lazımdır. Mənə məsələn maraqlı deyil Mübariz, nə bilim.